Salam. Bugün yenə hava soyuqdur, əynimizi qalın geyinmişik. Misal yenə həmişə kimi istidən bişir. Gedirik Hyper Studioya. Toyota Corolla işləyəcəm, parça salonda, kimyəvi təmizlənməsi olacaq. Gedək görək başımıza nə iş gəlir. Dünən görmüşəm, maşınla tanış olmuşam, biraz işlərindən aşırdımışam. Bugün də gedirəm davamlı şəkildə prosesləri icra eləməyə. Yəqin ki, siz də həvəslə oturub izləyəcəksiniz. Bu arada bu videonu həm Toyota Corolla'nın kimyəvi təmizləmə prosesi kimi çəkəcəm, həm də qarajda müəyyən işlərim var, onlardan bir-ikisini də sizə göstərəcəm. Deməli, C300 gələcək, kapotunda antiqoloqram işləri görəcəm, onların üstündən videolar çəkib paylaşacağım, onlara baxacaqsınız. Sonra Elçinin yanında motosikl var, sport bike'dır, Suzuki. Avtomolda satışa çıxmalıdır, səhv eləmirəmsə, onun üzərində parlaqlıq, cila işləri görəcəm. Yəqin ki, onların da hamısını çəkib paylaşacağım, onlara da dair bir kadrım olsun, siz də izləyin maraqla. Hazırsan müəllim? Hazıram. Hazırdır, bu həmişə hazırdır. Ancaq belə kameranın qabağında ya, yəni realda oturacaq divanda yatacaq. Gəldim, çatdım. Məndən qabaq gəlib çatıblar. Dediyim C-Class budur. Üzərində antiqoloqram işi görəcəm. Başqa yerdə polirovka olunub, düzgün qoloqram etapı vurmurlar deyə işığın altında dalğalanmalar olur. İndi onları həll eləyim, çəkib göstərəcəm sırasında. Deməli, kapotu hazır elədim. Nailin C-Class'ını işlədim, yola saldım. Ailəm biraz qarışdı burada. Maşın gir-çıx, biraz yer-və-yer söhbətlər oldu. İçəridə vəziyyət biraz dəyişdi bir sözlə. Yağış falan maşınlar var idi, çöldə onları düzəltdim. Deməli, Toyota Corolla'dır yanımızda, parça salondur. Oturacaqların üstündə əlavə bir üzlük var idi. Onları söktüm, onları söküb çıxartmaq xeyli vaxtımı aldı. İstəmədim oradan sizə nəsə bir görüntü göstərim. Sidenkaları çıxartmışam, hamısı yerdə, üzdüklərini çıxartdım. Hətta deyərdim ki, kimyəvi təmizləmə prosesi belə gedir, icra eləmişəm. Bunların kirləri gedib, bu altında olan hissədir, bunların kirləri gedib, bu üstündən çıxan üzdüklərdir, bərbad vəziyyətdədir, yəni başa düşmək olur ki, nə vəziyyətdə idi altıda. Bunların hamısını işləmişəm, hal-hazırda quruyur, suyu çəkilib hamısının. Bu da həmçinin Vüsal da sağ olsun mənə kömək eləyir. Gedək maşını göstərim sizə. Maşının içi bərbad gündədir. Parça salondur, Toyota Corolla'dır. Corolla'ların plastikləri zəif olur. Cızılmağa, bozarmağa, kir götürməyə daha çox meyilli olur. Gördüyünüz kimi bunlar işlənib, hamısı matlaşıb. Yenə də aralarında kirlər var, parçalarını işləməmişəm, sabah işləyəcəm. Setkalar yenə də təmizlənsə belə təzədən bir dənə də keçilməlidir üstündən, kir var üstündə. Sonra burada rul üzlənib, rul inanmıram o vaxtdan bu vaxta belə təmiz qalsın, çünki bu eko dəri təzə dəridir. Hava yolları bərbad gündədir, sabah işləyəcəm, videolarını göstərəcəm. Bunlar işlənəcək. Dam ən çətin hissə damdır. Damda dəhşət qaraltılar var. Dam heç inanmıram əmələ gəlsin. Amma bir ona inanıram ki, mən bunu əmələ gətirərəm. Düzdür, cümləm biraz adekvat olmadı, amma bilirəm ki, nəsə ortaya çıxardacam bu damdan da. Kimyəvi təmizləmədə də belə deyim, Koxun MZR kimyəvi dərmanından istifadə edirəm. Ayaq altıları buradadır. Haran göstərirsən sən? Hə. Ayaq altıları buradadır. Maşın özü buradadır belə. Sonra köməkçim bunları işləyib hamısını, rezindən hamısı palçıqlıydı, hamısını işlədi. Bu hissələr işləndi hamısı. İş prosesinə aid istəmirəm elə çox video qoyum, çünki kimyəvi təmizləmə çox səsli küylü, həm də kirli iş olduğuna görə həm kamera bulaşır, həm videoya diqqət eləmək olmur. Tam
ətraflı bir proses. Yəqin ki, başqa bir maşında ağ maşın olar, bej maşın olar, onların üstündə nəsə bir proses icra eləyəndə sıfırdan 100-ə necə dəyişim videosunun hamısını göstərərəm. Bunu həm günlük vlog kimi, həm də Toyota Corolla işləyir adı ilə yəqin ki, çəkib paylaşaram. Hələlik mənim. Sağ olun. Bu kadr olmalı da həmişə. Gecən xeyrə. Rezultat atacağım sənə. Yaxşı, amma onu senterdən götür də. O elə ortada saxlama da. Suzuki işləyəcəm burada. GXR 1000 Pro versiyalı dediklərinə görə səhv eləmirəmsə Azərbaycanda ya 3 ya da 4 dənədir bu bike'dan. Stage 2 var üstündə, əlavə performans, M4 qazan. Elə çox ətraflı məlumat vermək istəmirəm. Mototsikldan başa çıxanlar yəqin ki, özləri bilirlər ki, bu kimin mototsikldır. Vəziyyət nə yerdədir, onu da sizə göstərim. Cızıqlar var, matlıqlar var buralarında. Bu hissələrdə rəngdə solmalar var. Düzdür, indi işıqlara görə parlaq görsənir, amma matlıqlar var. Bu hissə PPF-dir, işlənməyəcək. Ola bilsin ki, parlaqlıqla burada bozarmışların hamısını restavrasiya eləyərəm. Xırda bir hissəsinə burada yoxlayacağam. Əgər alınarsa, davamlı şəkildə PPF-in üzərini parladacağam. Bu kantların hamısı işlənəcək. Arxa stop işlənəcək. Bu xırda kantların hamısını işləyəcəm. Belə. Lentliyim. Başlayaq. Ümid edirəm şərtini təşkilsən. Suzuki'nin üstündə işləri yekunlaşdırdım. Göstərdiyim kimi hər bir hissəni lentləmişdim. Lentləri hələ də üstündədir. İkinci etap, yəni parlaqlığa dair detallı cilalama oldu üzərində. Cızıq yox idi. Zaten bir ay əvvəl işlənmişdi motosikl. Bu hissələrin hamısı işləndi. Stopu saxladıq. Stopun üstünə ola bilsin ki, tündləşdirilmiş PPF vurulsun. Bu hissə işləndi. Orada həmçinin onu qeyd edeyim ki, motosikl çox balaca detallar olduğuna görə ya söküb çıxardım. Ya da ki, belə üstündə həssas nöqtələrin hamısını bir-bir lentləyib işləmək lazımdır. Bir dəfə bu prosesi detallı icra elədiyimizdə görə ehtiyac duymadıq bunu eləməyə. Üzərini olduğu vəziyyətdə lentlədim, risk alınacaq zonaların hamısını lentlədim. Plastiklərdir, koja hissədir, dəri hissələrdir, sonra struktur hissələrdə, mat hissələrdə hamısı bir-bir lentləndi ki, detallı cilalama zamanı pastanın o ağartıları dəyməsin və yaxud da risk zonalarının üstünə zədələr dəyib onun üzərində problemlər yaratmasın, lakı əzməsin, qızma temperaturunun tinlərinə dəydiyi vaxtı qubqa iz atıb xətt atmasın üstünə. Bir sözlə boya zədələnməsin deyə risk zonalarının hamısı, yəni dəyə biləcək hər yer risk zonası sayılır və onların hamısı bir-bir lentlənir. Bu cür görsənir. Hal-hazırda üstündə pasta var. Silib təmizləyəcəm hamısını. Sonra tozlar var, tozlar götürəcəm. Sildim, təmizlədim. Görüntü bu yerdədir. Bura fikir verməyin, buralar effekt almadıq. Amma burada parlaqlıq öz qaydasındadır. Bu hissələrdə parlaqlıq öz qaydasındadır. Həmçinin buradır. Ən əsas buradır. Burayla çox həssas davrandım. Çünki bu boya deyil, bu qara plastik şüşə kimi materialı bir şeydir. Yəni bunun adını tam bilmirəm. İndi bilənlər olsa kommentdə yaza bilər. Yəni belə ön hissə işləndi. Arxaya tam giriş eləyə bilmədim. Oralara yüngül əllə keçdim, silindi hamısı. Burada həmçinin eyni parlaqlıq qayıtdı. Özümü orada görürəm.
Belə qaldı lentləri soymaq. Ki lent soymaqda çoxunuz həvəslə izləyirsiniz, amma lent soymaq elə də maraqlı iş deyil. Mən lent soymağı xoşlamıram. Gördüyünüz kimi vəziyyət bu cürdür. Baykımız parıldayır. Parlaqlıq qayıdıb. Cızıq demək olar ki, yox səviyyəsindədir. Videonun əvvəlində deməmişdim, amma istəyirdim buna bir cold start verim. Cold start videosunu necə verim? Gözləyirik. Neytraldadır. Qorxuram ilahi. Söndü ki. Biraz basacaq, biraz. Bəs eləyir, qulağın işgəncəsidir. Qulağa işgəncə verməyin adı yoxdur. Onsuz da sizə o səs tam gəlmir, amma istəyərəm alınsa bura bir dənə video yerləşdirəcəm. Bu motosiklin səsi barəsində. İsti motorda necə səs verir, onu göstərəcəm sizə. Alınsa görəcəksiniz. Baykla olan prosesimiz bitdi. Burada yenə bir dənəsi də var. Bu təzədir deyə bunun üstünə o prosesləri icra eləməyə ehtiyac yoxdur. Corolla sabaha qaldı. Corollanın üstünə işlər olacaq. Hər şeyini söküb dökmüşəm. Bayaq da sizə videolarda göstərmişdim. Bu hissədən də göstərim. Oturacaqlar qurumalıdır. Quruyandan sonra hətta quruyur. Quruyandan sonra sabah təkrar bir də baxacağam ki, harasında ləkəsi varmı, yoxmu. Ondan sonra proseslərin davamında part 2-də görəcəksiniz. Yəqin ki, bu videonu 2 hissəli paylaşacağam. Bu birinci hissə idi. İkinci hissədə görüşmək ümidi özünüzdən müvəffəq olun. Like atın, abunə olun, bildirimləri də atın. Plus şərhdə nəyi səhv görürsünüzsə, nəyi irad bildirirsinizsə hamısını yazın ki, mən gələcək mövzularda gözüm hələ açılmayıb axı. Təzə başlamışam. Baxın, bilim nə var, nə yox, ona uyğun yavaş-yavaş mən inkişaf edeyim. Getdik. Gecəmiz xeyrə. Bugünkü bu vlogumuzda bura qədər.